Yəni burada bilir o mənaya gəlir ki, Allah Teala onu bilir və onun mükafatını verəcəkdir. Onun mükafatını verəcəkdir. Və sədəqə də elə bir əməllərdəndir, elə bir ibadətlərdəndir ki, onun həm bu dünyada savabı vardır, həmçinin də ahirətdə savabı vardır. Və sədəqənin çox qəribə bir savabı var ki, yəni insan verir Allah yolunda, lakin o azalmır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem 3 şey üzərinə Allaha and içir. Onlardan da biri nədir? Mə nəqəsə məlun min sədəqə. Və həqiqətən də mal sədəqə ilə əksilməz. Bunu bəzi alimlər mənəvi yöndən izah edirlər. Yəni deyirlər ki, malın bərəkəti azalmaz. Bəzi alimlər deyirlər ki, təcrübəyə əsaslanaraq, bunu bir çox abidlərin həyatında kəramət olaraq göründüyündən dolayı və deyirlər ki, hətta maddi olaraq belə azalmır. Hətta maddi olaraq belə azalmır. Mütləq başqa yerdən onun nədir? Yeri dolur, dərhal yerinə qalır. Yəni sədəqə ilə insanın mülkündən heç bir şey əksilmir. Və çox az hallarda Peyğəmbər sallallahu aleyhi ve sellem and içir. Çox az hallarda. Niyə görə? Çünki o şey o qədər əhəmiyyətli olur ki, və yaxud da onun qulların həyatında o qədər böyük faydası var ki, ona and içir. Bu and da heç özünü təsdiq etdirməkdən dolayı deyildir. Əksinə bu ondan dolayıdır ki, o əməldə insanların, yəni ki, o əmələ qarşı insanların qəlbi oyansın. O əməlin böyüklüyünə, mahiyyətinə qarşı onlar nədir? Can açsınlar, çalışsınlar. Və burada da gəlir. Və insan həqiqətən əgər yəqinliklə inanan adamdırsa, Peyğəmbər sallallahu aleyhi ve sellem sözlərinə vəhiy kimi yanaşırsa və bilməlidir ki, sədəqə ilə onun malından heç bir şey əksilməyəcək. Və bu şeydə insan nədir? Qəlbi hazır olsun, həmişə qəlbi fikirləşsin. Çünki insan Allah barədə nəyi zənn edirsə, Allah Teala da ona qarşı o zənnin müqabilindədir. Və insan həmişə sədəqə verəndə birincisi niyyəti Allah üçün olsun, ikincisi təbii ki, yəni sünnəyə müvafiq bütün əməllərdə görə və o əməlin mahiyyəti barədə fikirləşsin və həmçində sırf sədəqə barədə də onu da fikirləşsin ki, eyni zamanda Allah Teala o sədəqə verməyi ilə onun malından heç bir şey əksilməyəcək. Baxın, xəsis insanlar var. Tanıyırıq, hamımızın ətrafında var belə adamlar. Məyər xəsisliklə onların var dövləti artır? Xeyr. Yaxşı, biz nə qədər də insanlar tanıyırıq ki, əli açıqdır, ürəyi açıqdır, Allah yolunda xərcləyəndir. Yaxşı, məyər onların da Allah yolunda xərcləməyi ilə malları əksilib? Əksilməyib. Ancaq adam var ki, görürsən ki, bir də görürsən ticarətində, işində elə bir şey oldu ki, böyük bir məbləğdə, böyük bir rəqəmdə ziyana düşür, xüsrana düşür, malı gedir, itir. Bu təbii ki, yəni salihdə də olur, salih olmayan insanlarda da olur. Amma ümumən insanın malı sədəqə ilə əskilir. Başqa şeylərlə əksilə bilər, azala bilər. Ticarətində, işində, ailəsində, sağlamlığı ilə və s. Lakin sədəqə ilə isə heç bir zaman insanın malı əksilmir ki, əksilmir.